yaradıcı insanlar bir müddət həvəslə başlayırlar yaradıcılığa, sonra həvəsdən düşürlər. Çünki deyirlər ki, yaradıcılıq qazanmaq üçün deyil. Belə olduğu təqdirdə başqa işlərlə məşğul olurlar və yaradıcılıq kənarda qalır. 3-4 il öncə bu qənaətə gəldim və fikirləşdim ki, bəlkə mən bir ədəbi agentlik təsis edim. Bir neçə nəfərlə maraqlandım. Dedilər ki, sən tək bacarmazsan. Həvəsdən düşdüm və geri çəkildim. Amma bütün bu illər ərzində də bu məsələ məni maraqlandırıb ki, daha təşkilatlanmış şəkildə gənclərə necə dəstək olaq. Agentliyin işi iki istiqamətdədir. Birincisi, xüsusən vaxta qədər heç vaxt kitabı çap olunmamış gənclərin yaradıcılığını dəstək olmaq. Yəni, onlar hər hansı əsərlər yazıblar, tutalım, ola bilər ki, hansısa saytlarda, başqa mətbuat orqanlarında çap olunsunlar, amma kitabları çap olunmuyor. Çəkinirlər, yazmışam, amma bilmirəm ki, yaxşıdırmı, pisdirmi? Onların mətnlərini oxuyub dəyərləndirmək və çap prosesinə kömək etmək. Sonraki prosesdə də əlbəttə ki, tanınması. Çap olunmağa çox müəlliflər olur ki, öz xərcləri hesabına çap olunurlar. Biz çalışacağıq ki, bizim müəlliflər yalnız kitab yazmaqla kifayətlənməsinlər, həm də sonraki prosesdə öz kitablarından qazanc əldə etsinlər və bunun üçün biz nəşriyyatlarla danışacağıq. Ola bilər ki, yaxın gələcəkdə öz nəşriyyatımızı da təsis edək, yəni gənc müəlliflərin xeyrinə olsun bu proses. İkinci bir istiqamətdən isə artıq yaşından asılı olmayaraq müəlliflər olur ki, məsələn, kitab yazırlar, sonra qapı-qapı düşüb nəşriyyata müraciət etməli olurlar, redaktə işi, korrektə işi, bütün bunları görərkən isə bir insanın əlbəttə ki, ən dəyərli resursu onun vaxtıdır. Vaxt itirməmək üçün bütün bu işləri onlar görməyəcəklər, agentlik görəcək. Litartaz agentliyinin peşəkar bir komandası var. Yəni, mənim niyyətim olan kimi dərhal müraciət etdim. İstər redaktə, istər korrektə, istər də ədəbiyyatşünaslıq sahəsində ən peşəkar hesab etdiyim müəlliflərə, onlar da sağ olsunlar, hamısı dedilər ki, biz sənin yanındayıq ədəbiyyat naminə.